Yeni ildə, Novruz bayramında, digər bayramlarda başqa yardımlar olunsun. Hətta 2000-ci ilin özündə televiziyada, digər vasitələrlə dəstək olmaq lazımdır. Bunlar hamısı olunur. Amma görün, ordumuz nə cür mükəmməl qaydada, ardıcıl sürətdə, paralel şəkildə, ölkədə gedən sosial-iqtisadi inkişaf olmasaydı, ordumuz da inkişaf edəməzdi. O inkişaf təmin olundu. Ölkənin gəlirləri artdı. Burada gözəl izah olundu. 94-cü il sentyabrın 20-sində bağlanmış əsr müqaviləsi. Böyük bir hadisə oldu. Məsələn, onun nəticəsində Ulu Öndərin yaratdığı, həyata keçirdiyi siyasətin Cənab Prezidentimiz İlham Əliyev tərəfindən daha da inkişaf elətdirilməsi, ölkənin gücləndirilməsi bizim ordumuzun daha da güclənməsinə səbəb oldu. Nəinki daxildə, beynəlxalq iqtisadi əlaqələr möhkəmləndirildi. Siyasətimiz tamamilə yeniləşən, dəyişən dünyanın yönəminə uyğun istiqamətlə aparıldı. Yadımıza salaq, müharibənin hər günü Cənab Prezident televiziya ekranlarında Azərbaycan əhalisinə müraciət edirdi. Onun özü bir müharibə idi. Cənab Prezidentə ünvanlanan suallar təkcə bir jurnalistin sualları deyildi. Səməd müəllim təsdiq edir. O, dünyanın bizim əleyhimizə işləyən beyin mərkəzlərinin hazırladıqları sualları idi. O suallara necə cavablar verir? Cəmaatın əhval-ruhiyyəsi necə oldu? Dəfn mərasiminin təşkilində bütün el oba iştirak edirdi. Bütün bunlar nəyin nəticəsidir? İnkişafın nəticəsidir. Amma bir şeylə mən qeyd edeyim, müharibə heç vaxt düzdür. Sentyabrın 27-sində başladı, amma atəşkəs dövründə də müharibə həmişə davam edir. Təzyiq ediblər, təzyiqlə üzləşiblər. Yaralı veriliblər bizə, biz də bu addımları atmışıq. Bunları bilənlər bilir. Mən də rəhbər işdə işlədiyimə görə bunların hamısını şahid olmuşum. Və niyə sürətlə getdi müharibə? Çünki bunun elmi, hərbi, nəzəriyə uyğun olaraq taktikası hazırlanmışdı, strategiyası hazırlanmışdı. Ölkənin artıq gücü var idi. Bizim çörəyə, silah ehtiyacımız yox idi. Biz beynəlxalq sərgilərdə iştirak edirdik. Özümüz silah istehsal edirdik. Hətta silah saxlayırdıq. Ali məktəblərdə nə qədər bizim ali hərbi məktəblərdə kadrlarımız hazırlandı. Orta məktəblərdə vətənpərvərlik tərbiyəsi haqqında nə qədər işlər görüldü. O bizim cavanlar da Cənab Prezidentin hakimiyyəti dövründə yetişmiş cavanlar idi. Onlar da görürdü ki, məktəbdə inkişaf gedir, ailədə inkişaf gedir, yolda inkişaf gedir. Elektriki yadınıza salın, qazı yadı xahiş edir, yadınıza salın. 20 il əvvəl, 25 il əvvəl fikirləşin. 8-9 saat işığı verə bilmirdik. Qaz haqqında söhbət gedə bilməzdi. Kənd yolları nə gündəydi? Maşınlar çatışmırdı. Rəcəb müəllim, birində mənə tapşırıq verdilər ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Cənab Ulu Öndərimizlə görüşə tələsir. Mən tapşırıq mənə verilmişdi, qırmızı körpüdə qarşıladıq, vertolyotla da yola saldıq. Tapşırığın bir nəqzi var idi, bir əsas çəkdik, iynədə çəkdik. Adamlar çox idi, hamısını təmin edik. Bizə demişdilər ki, 4 dənə xarici maşın təşkil edin, qonaqları qəbul edəsinlər, yeməkxanaya gətirsinlər, yeməkxanadan vertolyotun yanına aparsınlar, ikinci şirkətlə. İnanın ki, ən çətin bizim işimiz maşın təşkil edilmək oldu. Bizim təcili yardım maşınlarımız da yox, dərmanımız yox. İndi burada gözəl danışıldı. Rəcəb müəllim, bir şeyi yadınıza salmaq istəyirəm. 2020-ci ilin noyabr ayının 10-undan etibarən Qazax rayonunun yeni təhvil verilən xəstəxanasında bizdə 100-dən çox yaralı qəbul oldu. 147 nəfər, bir gündə. Və o hər gün Rəcəb müəllim onlara baş çəkir. Hər gün onlara diqqət yetirilirdi. Onların yüksək ixtisaslı həkimlərlə təminatından tutmuş, onların ərzaq təminatına, geyimlərinə. Hətta məndə belə bir məlumat var ki, həmin qazilərin çoxunun telefonları etmişdir. Rəcəb müəllim onlara telefon aldı. Ailələrlə əlaqə saxladı. Kənardan gələn ailələrə yerləşdirilmək üçün tədbirlər görüldü. Bu nəyin hesabına olundu? Ölkəmiz artıq güclənmişdir. Bugün də güclüdür, sabahı bundan da güclü olacaq. Rəcəb müəllim, mən çoxları bilmir.
Yunus Kazımovun mən babasıyla dost olmuşum. Çox yaxın münasibətimiz olub. Çörək kəsmişik, yoldaşlıq eləmişik. Şəxsən tanımışam. O elə bir insan idi ki, inanın ki, mən bir şey demək istəyirəm. Bu yaxınlardan oxumuşam ki, bizim qəhrəmanlar dastanları dinləməklə, nağılları dinləməklə qəhrəman olur. O, nə deyim, Nupadadi, Jamie Tory, nə deyim, multfilmə baxmaqla qəhrəman olmurlar. Bizim cavanlar Nəsimli filminə baxırlar, Dədə Qorqud filminə baxırlar, Axırıncı Aşırma baxırlar, Uzaq Sahillərdə filminə baxırlar, Babək filminə baxırlar. Onların ruhu əsasında böyüyüblər. Nə qədər idman yarışları keçirilirdi, nə qədər hər kənddə yarışlar keçirilir. Bunların hamısının son məqsədi müharibənin qələbə ilə təmin olunmasına yönəlmişdir. İnşallah, o da yaxşı olur. İndi mən yenə deyirəm, sabahımız bundan gözəl olacaq. Və təbii ki, bir qəhrəmanımız var, o bizim şəhidlərimizdir. Şəhid anaları onları qəhrəman kimi getirdirlər. Azərbaycan qadını onları vətən nədir, ana nədir, nə etmək lazımdır, nə tür mübarizə aparmaq lazımdır, onları öyrədirlər. Çox sağ olun. Bizim hər birimiz şəhid analarının, şəhid atalarının, şəhid ailələrinin qarşısında baş əyirik, hörmət və ehtiramımızı biliyoruz. Yenə də bugün qeyd olundu, hər yerdə də şəhid ailəsinə diqqət yetirilir, qayğı göstərilir. Amma bu qayğı mən səmimi deyirəm, 2000-ci il əvvəllərində eləmək olmur. Onda da şəhidlərimiz olmuşdur, qazilərimiz olmuşdur. Çünki inkişafımız o qədər güclü deyil. Bugün güclüyük, sabah bundan da güclü olacaq. İndi inşallah müqavilələr bağlanacaqdır, yollar açılacaqdır. Sabahımız bundan yaxşı olacaqdır. Mən yenə deyirəm, baş əyirəm hər birinizə. Qasım müəllim, çox sağ olun. Siz öz atanızla həmişə fəxr edirdiniz, indi öz balanızla da fəxr edirsiniz. Və tək siz yox, Azərbaycan xalqı fəxr edir. Bütün Qazaxlılar fəxr edir. Hamımız fəxr edirik. Azərbaycan birdir, Azərbaycan bütövdür, gələcəyi bundan yaxşı olacaq. Çox sağ olun, təşəkkür edirəm.